Model Səmra Hüseynova bu dəfə Trendyol alış-veriş saytının Azərbaycan bölməsindən şikayət edib. Bugün TV Axşamaz saytına istinadən xəbər verir ki, model məhsulların türk versiyada ucuz, Azərbaycana sifariş versiyasına keçəndə isə 3 qat artdığını bildirib. Bu süni qiymət artımıdır. Heç bir mesajlara baxılmır. Bu dolandırıcı şirkətlə əlbir olan blogerlər. Niyə insanları aldadırsınız? Niyə öz qiymətinə deyil, süni artırılmış qiymətlə aldadırsınız? Niyə yalandan kuponlar verirsiniz? Başınıza nə xəstəliyi gəlirsə saf cəmiyyəti aldatdığınıza görədir. Anti-İnhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi sizə ərizə də yolladım. Bu işlə bağlı rica edirəm tədbir görülsün. Süni qiymət artırır, saxta kuponlarla insanları aldadırlar deyə Səmra paylaşımında yazıb. Hüsniyyə Salmanova, Bugün TV.